bura gəl. Məmiş, ay Məmiş. Bir rəfiqəm səni görmək istəmiş. Sənin rəfiqənə hörmətin vardır. O da sənin kimi yəqin kübardır. Heç salam verməyib bizə bu kişi. Yəqin arvadlarla yoxdur bir işi. Yox ay qız, o sənə salam verəcək. Hələ çoxlu bizə xidmət edəcək. Buyur. Xidmətində durum sənin mən. Bunu öz gözü ilə görsün rəfiqən. Köpbuş toyuqlara oxşuyur əlim. Görən deyər, yeyib yatır bu yəqin. Məndən icazəsiz o yeyib yatmaz. Bilir ki, vuracam ona bir qafas. Birimiz oldusa, suyuq birimiz. Nə tapşırıq varsa, həll edərik biz. Necə işlədirsən sən bu axmağı? Hardan tapmısan ki sən bu maymağı? Yox, yox, o hər şeyi çox yaxşı bilir. Mənə bəli xeyir, baş üstə deyir. Çünki çox mədəni ailəyik biz. Xəmirdən yumuşaqdır bizim qəlbimiz. Bunu göndərərsən mənim yanıma. Yaxşı iş verəcəm evimdə ona. Hə, götür aparsan bu kişini. Evində görəcək hər bir işini. Bu sözləri tez-tez hər kəsə deyir. Yəqin məni evdən qovmaq istəyir. İndi gedəcəksən bizə mənimlə. Yaxşı əylənəcəm evdə səninlə.